Salam müəllimlər və müəllim olmaq istəyənlər. Mən Qurukulum təlimçisi Xalidə Bilzadə. Bugün sizlər üçün növbəti mövzu izahımız qısnama, bullying olacaq. Ən vacib, ən aktual mövzulardan biridir. Ona görə diqqətiniz məndə olsun. İzaha keçmədən öncə ödənişli dərslərimiz haqqında sizə məlumat verim qısaca olaraq. Dərslərimiz həftədə 3 dəfə olmaqla Google Meet platforması üzərindən təşkil olunur. Qabaqcadan mövzu izahları sizə göndərilir. Dərs vaxtı ətraflı sual-cavab olunur. Hər kəsə fərdi yanaşılır, yetərincə vaxt ayrılır. Qrupda maksimum 8-10 müəllim olur. Bölmə üzrə sınaqlar, ümumi sınaqlar, testlər və qəbul tipli testlər işlənilir. Hər testin izahı, başa düşmədiyiniz məqam hər biri ətraflı şəkildə izah olunur. Ödənişli dərslərimizə qoşulmaq üçün əlaqə nömrəsi ilə əlaqə saxlaya bilərsiniz. Ən əsası da ödəniş hər kəsin bütçəsinə uyğun olaraq təşkil olunur. Mövzumuz qeyd etdiyim kimi bullying adlanır. Demək olar ki, ən aktual mövzulardan biridir. Sadəcə məktəblər arasında yox, demək olar ki, ətrafımızda, gündəlik həyatımızda da rastlaşacağımız problemlərdən, aktual olan mövzulardan biridir. Ona görə də çalışın, diqqətlə dinləyin. Vacib mövzudur, əhəmiyyətli mövzudur. Həm test mərhələsində, həm müsahibə mərhələsində sizə suallar verilə bilər. Ona görə sadəcə bullying haqqında yox, bullyingin növləri haqqında da bilməlisiniz. Ona görə qeydlər götürün və izahı diqqətlə dinləyin. Belə bir hadisə ilə deməli başlayaq. ABŞ-ın Florida ştatında belə bir hadisə olmuşdu. 12 yaşlı Rebecca 15'e yaxın sinif yoldaşları tərəfindən həm sosial media üzərindən, həm də məktəbdə ağır təhqirlərə məruz qalır. Bu da onda güclü depressiyanın formalaşmasına səbəb olur. Və nəticədə Rebecca'nı xəstəxanaya yerləşdirirlər. Amma ona qarşı olan belə verbal təhqirlər, verbal bilirik də sözlə olan təhqirlər bitmək bilmir. Uzun müddət belə gərginlik yaranır və belə gərginlik altında yaşayan Rebecca sentyabrın 9-u 2013-cü ildə intihar nəticəsində həyatını itirir. Deməli, birazdan növlər haqqında danışacağım. Baxın, burada qeyd elədim, verbal təhqirlər dedim. Həmçinin sosial media üzərindən dedim. Burada artıq həm kiber bullying var. Birazdan növlər haqqında məlumat verəcəm sizə. Həm də verbal bullying var ki, bullyingin növlərindəndir. Hər ikisi də Rebecca'ya demək olar ki, olunan bullyinglərdir. İndi yadınızda qalsın ki, ilk dəfə 60-70-ci illərdə İsveç professoru Dan Olweus tədqiq etməyə başlamış belə hadisələri və mobbing adlandırmışdı. Deməli, ilk dəfə 60-70-ci illərdə Dan Olweus tədqiq edib və mobbing adlandırmışdı. Sonradan bu termin geniş formada Avstriya etoloqu tərəfindən, Konrad Lorenz tərəfindən deməli heyvanların kollektiv formada başqa növün nümayəndələrinin hücum etməsi kimi təsvir etmişdi və ən nəhayətində bu termin bullying ilə əvəz olundu. Hazırda da demək olar ki, bullying kimi bu termin istifadə olunur. Bəzi tədqiqatçılar bunu həm mobbing, həm bullying adlandırırlar. Bullyingi fərdi, mobbingi isə qrup şəklində kimi, zorakılıq kimi təsvir edirlər. Amma mobbing haqqında hal-hazırda tədqiqatlar, araşdırmalar demək olar ki, dəqiq olmadığından, təzadlar mövcud olduğundan ümumilikdə bullying terminindən istifadə olunur. Yəni, yadınızda qalsın, ilk dəfə mobbing adlandırılıb, hal-hazırdakı günümüzdə isə bullying termini kimi istifadə olunur. Yəni, bullying də nə deməkdir? Güclü şəxsin zəif şəxsə qarşı göstərdiyi psixoloji və fiziki əzabı bullying adlanır. Yadınızda qalsın, bullydə bullyingi törədən şəxs bully adlanır. Bunlar da yadınızda qalsın. Sonra deməli, bu sadəcə məktəbdə deyil, hər yerdə, istənilən yaş dövründə də bullyingi müşahidə eləmək olar. Amma istənilən halda bullying insana güclü psixoloji və fiziki travma verə biləcək qüvvəyə malikdir. Əsasən də məktəbdə baş verən bullying ciddi xarakter daşıyır. Çünki
yetkin yaşta olan insan psixoloji travmalardan müdafiə oluna bilir. Yəni emosional intellektə malik olur. En azından bunun ötesindən gəlməyi hardasa bacara bilər. Amma məktəbdə baş verən bullying isə daha dağıdıcı qüvvəyə malikdir. Uşaqlar üçün ağır yükdür və fəsadları da böyük olur. Ona görə də birazdan yenə qeyd edəcəm. Bullyingi aşkarlamaq üçün müəllimlərin üzərinə böyük iş düşür. Hər zaman müşahidə altında saxlamalıdırlar. Şagirdləri valideynlərlə əməkdaşlıq şəraitində müşahidə etməlidirlər ki, adi hadisələr gedib bullyingə çevrilməsin. Bayaq qeyd elədim, bullyingin növləri var və o növlər bizə çox gərəklidir. İstər test mərhələlərində olsun, müsahibə mərhələsində olsun, aktual olan bir mövzudur, vacib olan bir mövzudur. Ona görə sualların verilmə ehtimalı çoxdur. Ona görə diqqətlə izləyin, dinləyin və qeydlərinizi götürün. Deməli, birinci bullyingin məqsədinə görə bullyingin növləri olur. Bully qeyd elədimdə bullyingi törədən şəxs bully adlanır. Bu da məqsədli və məqsədsiz olur. Məqsədsiz bullyingdə düşünülməmiş və tədris bullying olur. Sonra bullyingin göstərdiyi davranışa görə bullyingin növləri olur. Fiziki bullying və qeyri-fiziki bullying. Qeyri-fiziki bullyingin də 3 növü var. Verbal bullying, qeyri-verbal bullying və sosial bullying. Bullyingin birbaşa və ya dolayı yolla təsirinə görə isə bullyingin 2 növü var. Vasitəsiz bullying, vasitəli bullying. Xüsusi növ bullyingdə kiberbullyingi bura aiddir. İndi bunlar haqqında sizə bir-bir məlumat verəcəm. Yaxşı olar ki, qeydlərinizi mütləq şəkildə götürün. Biraz geniş mövzudur. Vacib, əhəmiyyətli mövzudur. İlk öncə bullyingin məqsədinə görə dedik ki, bullyingin məqsədinə görə bullyingin növləri var idi. Məqsədli və məqsədsiz bullying. Bunu da deməli Avstraliya psixoloqu ekspert Rigby bunu 2 növə ayırmışdı. Məqsədli, məqsədsiz. Adından məlum olduğu kimi məqsədli bullying yəni bullinin qəsdən əzab verməsidir. Yəni zorakılıq göstərməsidir. Bu növ bullyingdə də bully xoşu gəlməyən insanı davamlı olaraq incitməkdən həzz alır. Yəni burada qəsdən edir, bilərəkdən edir, məqsədlidir. Məqsədsiz bullyingdə adından məlum olunduğu kimi, yəni məqsədi pislik etmək olmasa da nəticəsi eyni olur. Yəni bilmədən bullyyə çevrilir. Bu da məqsədsiz bullying adlanır. Bunun da 2 növü var idi. Düşünülməmiş bullying və tədris bullyingi. Düşünülməmiş bullying deyəndə, yəni bəzən bullyingin bilərəkdən etmir. Qarşısındakı şəxsə zərər vurduğunu tam anlamır. Yəni bunu biz məktəbdə də müşahidə eləyə bilərik ki, şagirdlər arasında bəzən olur ki, oyun məqsədi ilə bir-birinə yaxınlaşırlar. Oyun məqsədi ilə biri digərinə nəysə zarafat mı yana nəysə edir, amma qarşı tərəf artıq ondan psixoloji olaraq təsir altına düşür və onun həyatına hətta artdıqca, davam etdikcə ciddi təsir belə göstərə bilər. Amma burada düzdür, niyyət zərər vermək deyil, amma göstərilən davranış isə bullyingə məruz qalmış şəxsə qeyd elədiyim kimi ciddi psixoloji təsir edə bilir. Sonra tədris bullyingini qeyd elədim. Tədris bullyingi nədir? Tədris bullyingi öyrətmə və öyrənməklə bağlıdır. Burada da demək olar ki, şagird, müəllim şagird, valideyn şagird arasında müşahidə oluna bilər. Deyək ki, misal üçün deyirəm də, müəllim şagirdlərə hər hansı tapşırıq verir. Bir şagirdin tapşırığında səhvlər görür və dəfələrlə o səhvi qeyd edir, bir neçə dəfə hallandırır. O şagirdə pis təsir eləməyə başlayır. Düzdür, müəllimin məqsədi o deyil, niyyəti o deyil, amma qarşısındakı şagirdə demək olar ki, psixoloji ciddi təsir eləyə bilər. Bu da tədris bullyingi adlanır. Sonra digər deməli bullyingin göstərdiyi davranışa görə isə bullyingin 2 növü var. Fiziki bullying və qeyri-fiziki bullying dedik. Deməli, ilk öncə fiziki bullying haqqında məlumat verim. Burada düzdür, şagirdlər arasında bəzən olur. Fiziki əziyyət verirlər bir-birinə, problemlər olur. Bunların hamısında bullying adlandırmaq olmaz. Amma fikir vermək lazımdır ki, bu
konfliktlər təkrarlanmasın və bullyingə çevrilməsin. Ona görə də müəllim hər zaman diqqətli olmalıdır. Bu tipli problemlərin get-gedə bullyingə çevrilməsinin qarşısını almalıdır. Çünki qarşımıza belə hallar həqiqətən çox olur, çox çıxır. Misal üçün deyək ki, iki şagird arasında olur. Biri ondan daha güclü, fiziki gücə malik olur. Digər şagirdlər isə ola bilər ki, ondan zəif olur, qorxur. Hər dəfə onları vurur, incidir və bunu başqalarının gözü önündə nümayiş etdirir. Təbii ki, bu hallar hər biri fiziki bullyingə gətirib çıxarır. Həmçinin fiziki bullying sadəcə fiziki incitməkdən ibarət deyil. Həmçinin məktəb əmlakına da dağıdılması, sındırılması, bunlar hər biri fiziki bullyingə aiddir. Sonra qeyd elədim qeyri-fiziki bullying. Qeyri-fiziki bullyingdə burada düzdür, fiziki təmas yoxdur. Amma bunun 3 növü var. Verbal bullying, qeyri-verbal bullying və sosial bullying. Verbal bullying, bullyingin ən geniş yayılmış formasıdır. Bayaq da Rebecca hadisəsi haqqında danışanda dedim ki, həm orada var idi verbal bullying, həm də kiberbullying var idi. Birazdan kiberbullying haqqında da sizə məlumat verəcəm. Deməli, sözlərlə, həm şifahi olsun, həm yazılı formada olsun, sözlərlə təhqir etmək, alçaltmaq adlanır verbal bullying. Qeyri-verbal bullyingdə isə burada artıq sözlər yoxdur, sadəcə jestlər, hərəkətlər var, şəkil və s. var ki, bunlarla təhqir olunma qeyri-verbal bullying adlanır. Sonra sosial bullying, bura bir şəxsin hər hansı bir sosial qruplardan uzaqlaşdırılması, xoşa gəlməz şayələr yayılması və şəxsi başqalarının yanında utandırma, bunlar da hər biri sosial bullyingə aiddir. Sonra bullyingin birbaşa və ya dolayı yolla təsirinə görə bullyingin növləri var. Qeyd etmişdim. Vasitəsiz və vasitəli bullying. Deməli, vasitəli və vasitəsiz bullying nədir? Vasitəli bullying adından da məlum olduğu kimi burada əlavə bir vasitəçi yoxdur. Sadəcə özü qarşı tərəfə demək olar ki, neyinir? Yenə psixoloji olaraq ciddi təsir edir. Bu həm fiziki və həm qeyri-fiziki bullyingin növlərində də bunu müşahidə etmişdik. Özü eləyir. Fiziki bullying olsun, qeyri-fiziki bullying olsun, bilərəkdən, istəyərəkdən bullyingə məruz qoyur. Sonra vasitəli bullyingdə isə artıq 3-cü şəxs var burada. Bunu bully tərəfindən yerinə yetirmir bu bullyingdə. 3-cü şəxsi demək olar ki, bura aid eləyir. Deyək ki, şagirdlərimiz arasında müşahidə eləyə bilərik. 2 nəfər arasında hər hansı bir konflikt var. 3-cü nəfəri də bura aid eləyir ki, o da müdaxilə eləsin, həmin demək olar ki, şəxsi söz atsın, söz desin, təhqir etsin, incitsin, fiziki güc tətbiq eləsin. Bunlar təkrarlanan hallardır və bunların da yenə də qeyd elədiyim kimi nəticəsində psixoloji ciddi demək olar ki, təsirə malik ola bilir. Digər deməli bullyingin növü də xüsusi növ bullyingdir. Bura kiberbullying aiddir. Kiberbullyingin digər bullying növlərindən fərqi ondan ibarətdir ki, sosial media üzərindən baş verir. Bu da testlərdə qarşınıza çıxa bilər. Sosial media üzərindən baş verir. Kiberbullyingdir. Burada həm verbal, yazılı şəkildə sözlərlə təhqir ola bilər, SMS-lər, mesajlar ola bilər, qeyri-verbal şəkil ola bilər, sözsüz videolar ola bilər. Fiziki, haqq yerlərin davamlı olaraq internet üzərindən şəxsin elektron cihazlarına sıradan çıxarılması ola bilər, bank hesabından qeyri-qanuni istifadə ola bilər. Bu kimi demək olar ki, növlərdə təzahür edə bilər. Bunlar da kiberbullyingə aiddir. Həmçinin də Rebecca situasiyasında da qeyd eləmişdik ki, həm verbal bullying var idi, həm də kiberbullying var idi. Çünki sosial media üzərindən deməli göndərişlər olunurdu. Deməli, bullyingin növləri haqqında bu qədər. Yadınızda qalsın ki, müəllimlər, bullyingin növləri heç də biri-birindən sadə formada deyil. Hər biri qədər ağırdır. Eyni dərəcədə dağıdıcı qüvvəyə malikdir. Düzdür, bəzən düşünürük ki, fiziki bullying daha ciddi travmalara səbəb olur. Xeyr, bəzən sosial bullying belə şagird üçün daha ağır, ciddi travmalara gətirib çıxara bilir. Ona görə də bullyingin bütün növləri dağıdıcı, ağır, qüvvəyə malikdirlər. Demək olar ki, şagirdlərin, insanların həyatında
ömürlərinin sonuna dək dərin izlər qoya bilər. Ona görə də bullying hadisəsi vacib, yəni mövzusu vacib və əhəmiyyətli mövzulardan biridir və müəllimin üzərinə, valideynlərin üzərinə çox iş düşür. Daha çox diqqətli olmalıdırlar. Daim şagirdləri müşahidə altında saxlamalıdırlar ki, bullying hadisəsini aşkara çıxarsınlar. Bullyingi ümumiyyətlə necə müəyyən etmək olar? Bunun üçün bir neçə strategiya var. Onlar haqqında sizə məlumat verəcəm. İlk öncə məktəbdə şagirdlərin özlərini sərbəst ifadə etmək üçün təhlükəsiz, pozitiv mühit yaradılmalıdır. Yəni bunu hər zaman qeyd edirik. Şagird özünü sinifin, məktəbin bir hissəsi kimi yəni hesab eləməlidir. Utanmamalıdır, sıxılmamalıdır. Fikrini, düşüncəsini sərbəst şəkildə deməsinə şərait yaradılmalıdır. Yəni bullyingə məruz qalan da şagirdlərin susmasının əsas səbəblərindən də biri budur ki, yəni sözünü deyə bilmirlər, fikirlərini ifadə edə bilmirlər və yaxud da deyəndə bəzən müəllimlər də olur. Yəni bunu ciddiyə almırlar, fikir vermirlər. Amma mütləq şəkildə həm məktəbdə, məktəb kollektivinin üzərinə çox iş düşür. Sinif rəhbərləri, müəllimlər, ümumiyyətlə bütün psixoloji işçilər olsun, direktor müavinlər olsun, yəni texnik işçilər, köməkçi işçilər hər biri şagirdləri yəni göz önündə olmalıdır. Bir-biri ilə əməkdaşlıq etməlidir ki, məktəb kollektivi. Yəni belə hallar müşahidə edəndə bir-birinə məlumat versinlər və qabaqcadan bullying müəyyən olunsun. Bəzən də şagirdlər arasında yoldaşlarından görürlər, izləyirlər, susurlar. Onun səbəbi də ondan ibarətdir ki, yəni daha da kəskinləşməsindən qorxurlar. Ona görə də müəllim elə vəziyyət yaratmalıdır, təhlükəsiz şərait, pozitiv mühit yaratmalıdır ki, şagirdlər sözlərini deməkdən, fikirlərini ifadə eləməkdən çəkinməsinlər. Sonra digər strategiyalar var ki, şagirdlərin şəxsi portfolyolarının yaradılmasıdır. Burada sadəcə akademik nailiyyətlər üçün yox, həmçinin şagirdin davranışı, digər şagirdlərlə münasibəti, ailə vəziyyətini əks etdirən sənədlər daxil olsun ki, demək olar ki, münasibətləri nəzarət altında saxlamaq və bullying hallarını üzə çıxarmağa kömək etmiş olur. Sonra valideynlərlə əməkdaşlıq. Çünki valideyn şagirdin həyatında ən vacib şəxslərdən biridir. Çünki ən yaxşı valideyn müşahidə edə bilər öz övladın. İstər bully olsun, istər bullyingə məruz qalan şəxs olsun. Yəni valideyn bu haqda müşahidə eləsə, müəllimə demək olar ki, məlumat versə, əməkdaşlıq şəraitində yəni bunu aşkar eləmək mümkün olar. Sonra digər strategiyalardan biri esse yazmaqdır. Bu Azərbaycan dili və ya digər xarici dil dərslərində tətbiq oluna bilər. Müəllim dərsin bir hissəsi kimi bullying, şagirdlərin bir-birinə münasibəti haqqında esse yazılmasını demək olar ki, metod kimi istifadə edə bilər. Bu da ilk dəfə İsveç psixoloqu Anatol Pikas tərəfindən deməli güclü bir strategiya olduğu demək olar ki, sübuta yetmişdir. Bu zamanda müəllim düzdür, bir sıra çətinliklərlə rastlaşa bilər, amma bu çətinliklərin də ötəsindən gələrək bullyingi müəyyən edə bilər. Çətinliklərdən biri odur ki, yəni şagirdlər öz fantaziyalarına uyğun hər hansı bir hadisə uydurub yaza bilərlər və yaxud da özləri haqqında yazmazlar. Bunu da qabaqcadan müəllim yəni bu hadisələrin həqiqəti əsaslandırdığına aid olan bir təlimat verməlidir ki, şagirdlər bunun yəni nə dərəcədə ciddiliyinə, fərqinə varsınlar. Bir də bullyingə məruz qalan şəxs hamı biləcək, vəziyyət kəskinləşəcək qorxusu ilə qarşısında öz başına gələn hadisəni yazmaya bilər. Burada da konfidensiallığın, yəni gizliliyin qorunacağını şagirdlərə bildirmək lazımdır. Və həmçinin də bullying hadisəsinin mühakimədən uzaq bir demək olar mühit yaratmaq lazımdır ki, yəni aşkarlananda mühakimə olunacaq. Bunun üçün çəkinib bu hadisə haqqında yazmaya da bilərlər. Ona görə mühakimədən uzaq bir mühit yaratmaq lazımdır. Sonra anonim sorğu. Deməli, anonim sorğu nə deməkdir? Burada əvvəlcədən hazırlanmış anket olur. Sorğu apararaq bullyingi müəyyən etmək mümkün olur. Bu da deməli olar ki, burada məqsəd yönlümü, yoxsa davamlı oldu mu, müddəti, güc, provokasiya, bunlar hər bir terminlərə uyğun bully və ya bullyingə məruz qalan şagirdlər haqqında suallar tərtib oluna bilər. Burada da cədvəli var, fikir verərsiniz. Bu cədvələ nümunə verilib. Bu da təbii ki bir nümunəvi xarakter daşıyır.
və bu da bullyingin müəyyən olunmasında demək olar ki, kömək göstərən strategiyalardan biridir. Ümumiyyətlə yadınızda qalsın ki, müəllimlər, bullyingi üzə çıxarmaq kifayət qədər mürəkkəb bir prosesdir. Elə də asan bir proses deyil. Həqiqətən müəllimdən böyük səbir, təmkin, yəni tələb eləyir və müşahidə, monitorinq tələb eləyir ki, daim müşahidə altında saxlasın, şagirdləri və valideynlə daim əməkdaşlıq şəraitində olsun ki, bunu aşkarlaya bilsinlər. Bunun üçün də yəni kompleks şəkildə istifadə etmək lazımdır. İstər məktəb kollektivi olsun, istər valideynlər olsun, yəni birlikdə demək olar ki, bunun ötəsindən gəlmək olar, bunu müəyyənləşdirmək olar. Həm müəyyən olunması olsun, həm qarşısına alınması olsun. Hər biri də mürəkkəb prosesdir, yəni bu göründüyü kimi də asan bir proses deyil. Ona görə müəllimlər də özləri də maariflənməlidir bullying haqqında. Bəzən bullyingi törədən şəxs məlumatı yoxdur, bilmir. Yəni bunun necə bir qarşı tərəfdəki dağıdıcı təsirini bilmədən onu demək olar ki, törədir. Şagirdlər də maariflənəndə təbii ki, belə hallar get-gedə azalmış olur. Bəs bullyingin qarşısını necə almaq olar? Bu haqda sizə məlumat verim. Bircə dəqiqə. Deməli, qeyd elədiyim kimi mürəkkəb bir prosesdir, çətin bir prosesdir, kompleks yanaşma istəyir. Məktəb kollektivi ilə valideynlər bir yerdə çalışmalıdır, bir yerdə əlaqədə olmalıdır ki, belə bir problemin qarşısını alsınlar. İlk öncə biz yadda saxlamalıyıq ki, bullying aşkarlandıktan sonra bullyingi cəzalandırmaq əsas çıxış yolu olmamalıdır. Düzdür, cəza verilməlidir müəyyən çərçivələrdə, amma sadəcə bullyingə qarşı aqressiyanın göstərilməsi yol verilməz haldır. Çünki bullying getdikcə daha da aqressivləşə bilər. Demək olar ki, bu vəziyyət getdikcə şiddətlənə bilər. Ona görə də mütləq şəkildə yəni burada oturub söhbət eləmək, yəni səbəbin aşkarlamaq lazımdır. Yadınızda qalsın ki, müəllimlər, hər hansı bir bully özü haqqında, yəni bullyingə çevrilibsə, mütləq şəkildə bunun altında bir biz nəyisə axtarmalıyıq. Təbii ki, yaşanmış bir hadisə var. O şagird də nədənsə vaxtında travma alıb, bəlkə bullyingə çevrilib. Yəni qınamaq bəzən çox asandır. Qınamaq, yəni qarşı tərəfi qınamaqla heç bir şey əldə edə bilmərik. Bunun səbəbini aşkarlamaq lazımdır və təbii ki, bunun qarşısını almaq və kömək etmək lazımdır. Sadəcə cəzalandırmaq çıxış yolu olmamalıdır. Bunun üçün də nə etmək lazımdır? Bir sıra strategiyalar var. Onlar haqqında sizə məlumat verim. Deməli, mənəvi dəyərlərin aşılanması deyəndə məktəbdə pozitiv, güvənli, təhlükəsiz atmosferi yaratmalıyıq və biz bunun üçün də nə etməliyik? Mənəvi dəyərlər aşılamaq deyəndə şagirdlərimizi yəni inanc, dünya görüşü kimi təsir altına düşmək, psixoloji travma halına gəlib bullyingə çevrilməsinin biz qarşısını yəni almaq üçün nələrdən istifadə edə bilərik? Qeyd elədiyimiz kimi mənəvi dəyərlərdə uşaqlar evi olsun, qocalar evi olsun, bunlara baş çəkməklə, müəllim özü rol model olmaqla, bu kimi strategiyalardan istifadə eləməklə demək olar ki, bullyingin qarşısını ala bilər. Digər bir strategiyalardan biri də emosional intellektin formalaşmasıdır. Bəli, emosional intellekt formalaşan şagirdlərdə bu daha demək olar ki, qarşısını almaq mümkün ola bilər. Sonra buz qıran strategiyalarından istifadə, yəni şagirdlər bir-birlərini yaxından tanıyanda, onlar arasında empatiya formalaşanda təbii ki, bu üsulda demək olar ki, kömək eləmiş ola bilər. Valideynlərlə əməkdaşlıq, onların maarifləndirilməsi, bəli, valideynlərlə əməkdaşlıq ən vacib strategiyalardan biridir. Çünki bullyingin müəyyən olunmasında da, qarşısını alınmasında da bu vacib bir strategiyadır. Valideynlər çünki öz övladlarının psixoloji vəziyyətini, xarakterini daha yaxşı bilirlər, daha çox məlumatlı olurlar. Ona görə də hər valideyn öz övladının xüsusiyyətlərini nəzərə alaraq bir sıra təkliflər irəli sürə bilər. Təbii ki, biz burada təhlükəsizliyə, konfidensiallığa, yəni gizliliyə əməl etməliyik. Bu çox vacibdir. Çünki bu münasibətlərin tənzimləməsində əsas rol oynayır.
və məktəb psixoloqu ilə əməkdaşlıq. Burada təbii ki, məktəb psixoloqu ilə də əməkdaşlıq etməliyik ki, yəni bunu məsləhətlər almaq üçün. Burada da biz mütləq konfidensiallığı gözləməliyik. Sonra şagirdlərin maarifləndirilməsi. Bayaq bu haqda biraz məlumat verdim sizə. Yəni mümkün qədər bu hadisələrin yaşanmasının səbəbi şagirdlərin bu haqda məlumatlı olmamasından irəli gəlir. Bəzən olur ki, iki şagird arasında bullying baş verir. Digər şagirdlər bunu görür, amma buna göz yumur. Heç bir müəllimə, nə bilim, böyüklərə məlumat vermirlər. Çünki necə davranmalı olduqlarını, kimə müraciət etməli olduqlarını yəni bilmirlər və bullyingin yəni hər hansı bir insanın, şagirdin həyatına necə dağıdıcı bir təsirə malik olduğunu da düşünmürlər. Ona görə də qabaqcadan şagirdlər maariflənməlidir. Və biz şagirdləri maarifləndirərkən də bulliləri kəskin qınamamaq, onlarla aqressiv danışmamaqla başlamalıyıq. Bu da negativ nəticələrə gətirib çıxarır. Çünki bulli düşünür ki, təklənib və ondan ünsiyyət qurmaq, bu problemi həll etmək olduqca çətinləşməyə başlayır. Sonra məktəbdə baş verən bullying hadisələrinin təsiri ilə başlamamaq lazımdır. Yəni bu bullyingi və bullying olunan şəxsi qorxuda bilər, özünə qapanmalarına gətirib çıxara bilər. Sonra müzakirə üçün düzgün vaxt seçmək lazımdır ki, şagirdlərin daha sakit, daha doğrusu yorğun olmayan bir vaxtlarında bu haqda məlumat vermək lazımdır. Bullying haqqında da məlumat verərkən aqressiv şəkildə bu məlumat verilməməlidir ki, bullyingə qarşı ciddi aqressiya yarana bilər. Bu mövzu şagirdlərə mümkün qədər yumuşaq formada çatdırılmalıdır ki, onlarda da psixoloji təsir altına düşməsinlər və şagirdlərə bullyinglə bağlı videolar göstərilə bilər. Bu da bu mövzunu daha yaxından anlamalarına kömək edə bilər və maarifləndirmənin aparılması üçün də biz fikir verməliyik ki, şagirdlərimiz buna hazırdırlarmı, hazır olduqlarından əmin olduqdan sonra bu haqda onlara məlumat verməliyik. Çünki emosional gərginlik yaradıla bilər və şagirdlərimizdə də bu gərginliyə səbəb ola bilər. Ona görə mümkün qədər şagirdlərimizin buna hazır olduqlarına əmin olduqdan sonra bu haqda məlumat verə bilərik və rollu oyunlardan istifadə edərək şagirdləri maarifləndirmək, onlara bunu daha yaxşı başa düşmələrinə kömək eləyə bilərik. Bu kimi strategiyalarda deməli bullyingin qarşısını almağa kömək edən strategiyalardan biridir. Həmçinin tədqiqatlar da göstərir ki, məsəl üçün Dan Olveyson apardığı tədqiqatlar göstərmişdi ki, bu mövzuda maariflənmiş şagirdlər kənardan bullyingin şahidi olduqda hadisəyə müdaxilə edirlər və bullyingin qarşısını alırlar. Bu da davamlı olaraq baş verdikdə artıq bullinin davranışı tənzimlənmiş olur və fəsadlar aradan qalxmış olur və agah olan şagirdlər də bu hadisəni görməzdən gəlmirlər. Ona görə də mütləq şagirdlərimizi bu haqda məlumatlandırmalıyıq. Sonra rol model, müəllimin rol model olması, nümunə olması burada çox vacib bir strategiyadır. Çünki şagirdlərdə xarakterin formalaşmasında müəllimin təsiri böyükdür. Çünki müəllim rol modeldir, nümunədir məktəbdə. Müəllimin davranışı birbaşa şagirdlərə təsir eləyir. Bu baxımdan da müəllim davranışında diqqətli olmalıdır. Bütün müəllimlər bullying haqqında maariflənməlidir və bu da şagirdlərimizə demək olar ki, hər bir şagirdin şəxsiyyət kimi formalaşmasında, onu düzgün tərbiyə olunmasında, xarakterinin formalaşmasında, insani keyfiyyətlərə malik olmasında, iradəli, mənəvi güclü, savadlı şəxs kimi yetişməsində müəllimin rolu böyükdür və müəllim ona görə özünü daim təkmilləşdirməlidir, biliyini, mənəvi dəyərlərini zənginləşdirməlidir. Bəli, özünü daim təkmilləşdirməlidir, biliyini, mənəvi dəyərlərini zənginləşdirməlidir ki, bir şagirdin şəxsiyyət kimi yetişməsində rolu olsun. Hər birimiz də unutmayaq ki, müəllim yəni müqəddəs peşədir. Yəni müəllim yox, müəllimlik həqiqətən müqəddəs, ən şərəfli, müqəddəs olan peşədir ki, burada müəllim bir insan yetişdirir, şəxsiyyət yetişdirir. Bu qədər müəllimlər, ümid edirəm ki, mövzu sizin üçün faydalı oldu. Geniş mövzudur, vacib mövzudur. Diqqətlə dinləyərsiniz, qeydlərinizi götürərsiniz və mövzu haqqında məlumatlı, tam məlumatlı olarsınız. Sağ olun müəllimlər, bu qədər. Özünüzə yaxşı baxın. Növbəti dərslərə qədər.